Sonra səs verərsən də elə olmur. Selamun Aleyküm. Gəlmişik. Neftçalada Miralam ağa ilə bərabər gəlmişik. Burada qəbir var, ziyarət etməyə. İnşallah. İçəri daxil olduq. Və gözəl balalardır. Deməli, Hacı Mirbaba ağa, Hacı Seyid Həsən ağa, doğulduğu yer Mədinə şəhəri, maşallah. Hacı Mirbaba ağa, Hacı Mir ağası ağa, Kərbəlayı Mir Nəzəf ağa, Kərbəlayı Mənsumə xanım, Mir Əli ağa, Kərbəlayı Mir Mehdi ağa ziyarətgahı. Yəni, burada böyük insanlar dəfn olunublar, həqiqətən də. Daxil oluq içəri. Maşallah. Daxil oluq içəri. Allah, selamun aleyküm və rəhmətullah. Mir Ələm ağadır. Onun bütün yaxınlarıdır hamısı. Məsumə Mir Bala qızı, Əli Bala qızı 1924-də dünyaya gəlib, 2009-da dünyasını dəyişib. Allah. Bu da Kərbəlayı Mir Məhdi ağa, Mir Nəcəf oğlu. 1950-də dünyaya gəlib, 2021-də dünyasını dəyişib. Ağa, məlumat verərdiniz bizə, yəni ki, Seydasan ağa, bu mən qardaşımdır, rəhmətli qardaşım. Kərbəlayı Mir Mehdi ağa sizin qardaşınızdır. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin inşallah. Bəs digər xanım orada? Mənim anamdır, Allah ruhunu şad. Allah ruhunu şad eləsin. Evin xidmətçisi olub həqiqətən. Böyük zəhmət olub orada. Gələn zəvvarların yatlara xidmət edib. Allah ruhunu şad eləsin inşallah. Bura Seydasan ağanın adı ilə bağlıdır. Seydasan ağa Mədinədən gəlib bura. Orada Mədinədə dünyaya gəldiyi yazılır. Mədinə şəhəri, maşallah. Peyğəmbərimizin şəhəri. Mədinə şəhəri Peyğəmbərimizin şəhəri. Orada məsələn hamısını uzaqlaşdırıblar. Bəli, bəli. Odur ki, onlar gəliblər buradan məskunlaşırlar. Bəli. Seydasan ağanın qəbrini sizə göstərir. Bunlar Peyğəmbər nəsli, seyyidlərdir bunlar. Ha? Deyirəm, bizdə də Seydasan ağa var, elə bildim bizim Seydasan ağa var. Seydasan ağa bir daha qəbri var. Burada da Seyid Həsən ağanın qəbridir. Bu Seydasan ağanın qəbridir. Bu kişi də deyib ki, məni Seydasan ağanın ayağının altından dəfn edirəm ki, evladı olmayıb bunun. O da ki, deyib ki, mən... Bu da qəbirdir. Hə, Seydasan ağanın ayağının altından dəfn edirəm ki, gələnlər məni ziyarət eləsin. Adı nədir? Miriş. Hə, Miriş. Miriş. Hə. Hə, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. Amin. Bəs digər qəbirlər, onlar. Burada deməli ki, tikili burada bu olub. Əvvəl bu olub. Daha tikili bu olub. Əsas bu olub əvvəl. Bura bölgüdmüşük. Hə, əvvəl tikili bu olub. Seydasan ağa. Birincisi. O Seyid Həsən ağa. Deməli Seydasan ağa. Mənim bıraq, mən Bu ziyarət eləsinlər sizə. Baba əlində Deməli, əvvəl bura olub tikili. Sonradan buralar hamısı əlavə edilib. Yox, mən ulu babam. Arxasında da gözəl bir şeir var. Muhsin Aşık. Məkkədən gedən gələn gələn. 5 əsr bundan bala. Gedirəm ay dostlar, gedir karvanım, əzəl körpüsündə can istəyəm mən. Qurtarmış taqətim, bitmiş iqbalım, müddətdir yatıram, yan istəyəm mən. Gedirəm ay dostlar, can ürəyim istəyəm mən. Hörmətli qohum, qardaş tez gəlin bir an. Qardaş qələm götür, mən deyim sən yaz. Əcəl sandığına girməsən olmaz. Fələyin rəhmi gəlmədi anamın göz yaşına. Bu sözləri qısa yazın məzardaşıma, gedirəm ay dostlar, can istəyəm mən. İmam Hüseyn Aşık. Bəs bu kişi sənin qardaşın. Allah razı olsun. Hə, qardaşındır, o da... Anamdır. Hə, anam, Allah rəhmət. Allah hər ikisinə
Rəhmət eləsin. Seyid Həsən bura bu su gəlib dayanıb burada, Kür çayı burada. Deyirlər ki, ağanın qəbrini buradan Kürçüdə gör. Açıblar, görürlər ki, ağan orada yatıb. Odur ki, süngərdə belə torpaqlayıblar. Sonra gəlib gecə girib oğlunun yuxusuna ki, mənim gərək qəbrinin üstünü aç qoydur. Görürlər burada heç qəbrin içində su da yoxdur. Seyid Həsən ağa. Qəbri açıblar, necə dəfn olub? Yəni heç bir yatıb. Nə tər var? Üzündə açıblar, Çürümə yox. Hələ nə tər var, eləcə yatıb. Bəli, Allahın vəli qulları həmişə onları heç vaxt çürütmür torpaq. Onlar diridirlər sanki. Bəli. Burada Kür daşanda, burada Kür gəlmişdi. Cəmaat da təşvişliydilər. Ağanın üstündən bir torpaq götürdülər, apardılar atdılar suya. Su yatdı. Maşallah, maşallah. Kəramət sahib olub da. Böyük kəramət sahib olubdu. Seyid Həsən ağa. Kəramət sahib olan Məktub insanlar. yazırlar, gətirirlər, qoyurlar. Maşallah. Maşallah. Hə, burada da qəbirlərdir. Evladı olmayanlara evlat. Kərbəlayı, Allah Nəcəfi, Allah xəstələrimizə şəfa. Əli, Allah işsizlərimizə Nəcəfi, ilahi ruhsuz olanlar ruhsuz. Bəni Seyid Əli, İbni Seyid Əli, Kərbəlayı, Nəcəf, İbni Seyid Əlinin qəbridir. Mir Ələm, Mir Nəcəf oğlu, Mir Ələm, Bizim təzə açlarımızda oturur. Mir Əli, Mir Əli. Allah xatirinə Allah heç bizim Bu da Seyid Həsən ağanın qəbridir. Seyid Həsən ağanın qəbridir. Evet, əziyyət çəkməyin, durun. Durun, Seyid Həsən ağanın qəbridir. Böyük şəxsiyyətlərdən biri. Belə bir yer olub. Əslində əvvəl elə bura olub. Əvvəl bura olub da. Əvvəl bura olub, sonradan da əlavələr edilib. Seyid Həsən ağanın qəbridir o. O Seyid Yəni bu babanın nə idi? Ulu babamdır. Nədən gələn idi? Bəs bu Hasi. Bu qardaşının qəbridir. Allah rəhmət eləsin. Bu atamın qəbridir. Allah rəhmət eləsin hər Seyid Həsən birinə. ağa, Allah ruhunu şad eləsin. Bəlkə bunların haqqında bizə bir Məktub. məlumat verəsiniz. Bu Seyid Həsən ağa Mədinədən gəlib mənim baba. Xanımla sakit olun. Mədinədən gəlib, burada məskunlaşıb. Seyid Həsən ağanın evladı olub Mir Ağası ağa. Mir Ağası ağadan da ki, Ağa Seydal ağa olub, üç deyil. Ağa Seydal ağadan da ki, bir Nəcəf Seyd Muhammed ağa olub. Yəni ki, o da ki, Nəcəfdə doğulduğuna görə o Nəcəf çağırırlar ağanı. Adı da qalıb Nəcəf. Məsələn, deyirlər Hacı. Seyid Həsən ağa böyük alim olub. Müctəhid olub o da. Böyük elmə malik olub. Ağa, bəs gəlişinin məqsədi nə olub Azərbaycana? Məqsədi budur ki, Mədinədən görürsən ki, Nardarandakı Hüseyin Kazım Əleyhisselamın balası, Hükümə xanım, Rəhimə xanım. Bəli. Bunlar müşkəldirlər. Məsələn, hesabı tükürən ki, indi də eləsinlər. Demək, o dövrün təqibinə məruz qalan insanlardan biridir. Təqibə məruz qalan insanlardan Bəli. Bəli. Məskunlaşıblar. Mücahid olublar da. Bu Seyid Həsən ağanın da ki, böyük kəramətləri oldu. Kəramətlərindən də biri də ki, budur ki, Kür çayı gəlib bura dayanıb. Deyirlər ki, bu qəbrin buradan köçürsünlər başqa yerə. Yəni ki, o dövrün ruhaniləri ilə məsləhət edirlər. Yəni ki, bu qəbrin üstü açılıb. Yəni ki, qəbrin üstünü açmaq olmaz axı. Açıblar, görüblər ki, ağa orada yatıb. Qəbirdə də su yoxdur ya. Üstünü örtüblər, o çandan da ki, neçə ildir ki, bu qəbir burada qorunur, saxlanılır. Məsələn, o aclıq dövrlərində çox qəbirlər burada ittibatlı gedib, o müharibə dövrlərində. Amma bu ağanın qəbri, hələ də məsələn görsən ki, qorunur, saxlanılır.
Əslən ərəb olub demək. Ərəbdir. Əslən ərəb olub. Əslən Demək ərəb. sizin onda belə Hə. şəcərəniz gedir çıxır o tərəfə. O tərəfə çıxır da. Ərəb. şəcərəmiz. Bəli, bəli. Bəs onun Biz də ərəbik, deyil mi? ondan da o tərəfə bilirsiniz, yəni Seyid Həsən ağanın böyüklərindən kimlər? Yox, oradan o ayına tam mən bilmirəm. Çünki o Mədinədən də gərək gedib orada mən onu Ancaq orada araşdırmaq olmalı. araşdıram onu. Aydın məsələ. Araşdırmaq olar. Əlbəttə olar, əlbəttə. Araşdırmaq olur. Mənim oğlum bizimlə. Yox, olur. O Ərəbistanda peyğəmbərin dövrünə qədər, hətta ondan o tərəfə şəcərələr hamısı məlum bilinir. Allah qismət eləsin. Hə. Allah şadlığı Bunlar olsun. Gelip ziyaret ediyorlar. bəlkə gedək. Gedək. Allah rahmet eylesin. Bir dənə dua oxuyun inşallah gedəyin. Rahimallahu men qara'al Fatiha ma'as salavat. Allahumma salli ala Muhammad ve ali Muhammad. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustakim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus samad. Lem yelid ve lem yulad. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ اللهم صل على محمد وآل محمد وعجل فرجهم. İlahi rəhmətullah, Allah rəhmət eləsin. Allah ruhlarını şad eləsin inşallah. Allah bizim bu ziyarətimizi inşallah dərəcəyə qəbula yetirsin. Allah sizə də can sağlığı nəsib eləsin. Allah sizi var eləsin ki, bu bizim üçün bu imkanı siz yaratdınız. Allah razı olsun hər birinizdən. Amin inşallah. Ruhları şad olsun. Ya Allah. Dua eləyin siz, eləyin. Yavaş yavaş. Şeyləyin. Allah rəhmət eləsin hamısına. Gözəl ziyarət oldu. Gəldik, ziyarət elədik. Böyük şəxsiyyətləri. Həqiqətən də insan bu cür insanları ziyarət eləyəndə ruhən daha da yüksəlir. Mənən paklaşır. Onlar böyük xidmət göstəriblər din üçün, İslam üçün. Allah hər birindən razı olsun. Bu işlərdə fəaliyyət göstərən, əməyə keçən Allah hər kəsdən razı olsun. 1343-cü qeyd olunub orada. Ziyarət elədik, inşallah gedirik. Ya Allah. Ya Allah. Hələlik bu qədər. Maraqlı olarsa inşallah izləyə bilərsiniz.